Növbəti köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb. Bu mərhələdə kəndə 53 ailə 174 nəfər köçürülüb. İlin sonuna kimi isə təxminən 30-40 min keçmiş məcburi köçkünün ata-baba yurduna qayıdışı gözlənilir. Hazırda isə işğaldan azad olunan ərazilərdə ümumilikdə 40 minə qədər insan məskunlaşıb. Bu yaskıda gibi bu çekiliş gibi. 4-cü binadan bizə də gözəl 3 otaqlayıb veriblər. Çox gözəldir, çox qəşəng, çox razıyıq. Allah dövlətimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin. Suqovuşanın relyefi çox çətin bir relyefdir. Burada bizim 750 nəfər şəhidimiz olub. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Ruhları şad olsun ki, bugün bu əhali onların sayəsində gəldi, öz ata-ana yurdumuza sahib çıxdılar.